Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi salamlayıram Alanya Kargıcaqdan. Bugün sizə 4 villadan ibarət olan yepyeni bir villa kompleksi təqdim edəcəm. Kargıcaq dənizə 1900 metr məsafədə yerləşir dənizə. Baxın, bura hamısı villanın giriş hissəsidir. Villa kompleksinin bir villanın girişi yuxarıdandır. Mən sizə bu villanı göstərəcəm. Çünki ən öndə olan budur. Burada qaraj hissədir. İndi içərdən aşağıya enəcəyik. Bura bağlanacaq. Bax, mən olduğum yerə qədər bağlanacaq və aşağı çox böyükdür. Oranı həm maşınlar üçün, həm fitness üçün, sauna və s. məqsədlər üçün istifadə edə bilərsiniz. Buradan belə bir giriş hissəsi. Maşınlarla burada daxil olub, buranı da park edə bilərsiniz. Villalar 4 dənədir. Qiymətləri fərqlidir. Əşyalandırılmış villamız budur. İndi bura daxil olacağıq. Və digər villalarla qiymət fərqi var. Bu villanın girişdə gözəl bir sanuzlu var, balaca. Burada texniki otaq və şkaflar. Digər villaları da almaq istəsəniz, əşyalandırılıb sizə təhvil veriləcək. İstədiyiniz zövqdə, istədiyiniz rəngdə və s. Villa ağıllı sistemlə təmin olunmuşdur. Hər tərəfdə yerdən qızdırma sistemi var. Aşağı qaraja düşən yerdir. İndi oradan başlayacağıq. Villanı içərdən belə görsədim. Və buranı hələ çəkmədən öncə təklif edirəm ki, düşək aşağıya, qarajdan başlayaq. Villanın kvadrat olaraq 495 kvadrat metr ərazisi var. Yəni otaqların, odaların olduğu faydalı hissə isə insanların yaşam alanı isə 230 kvadratdır. Buranı saymıram. Bura birinci mərtəbədir, qarajdır. Bu qapı önə çəkildikdən sonra burada daha böyük ərazi olacaq. Orada balaca bir depo var, otaq. Oranı da sauna, hamam kimi istifadə eləmək olar. Bax belə. Bu hissə kvadrata daxil eləmədən yuxarı 2 mərtəbəsi 230 kvadrat metrdir. Buranı da hər məqsədlə istifadə eləmək mümkündür. Və əziz dostlar, yenidən yuxarı çıxdıq. Bir dənə onu deyim ki, villanın içində hər şey çox keyfiyyətli, bahalı materiallardan, texnikalardan istifadə olunub, mebellərdən istifadə olunub. Məsələn, burada ada görürük, mətbəx hissədə, porselendir, xüsusi peçdir, Siemens markalı. Baxın, burada tüstünü, qoxunu hamısını çəkir canına. Sonra digər texnikalar hamısı Siemens, Franke, Samsung, kofe makinesi var burada çox səviyyəli. Yəni hər şey ən yüksək səviyyədə olan texnika və mebellərdir. Qarşıda şəxsi hovuzu var, indi orada çıxacağıq. Bura isə oturma alanıdır. Oturub istirahat edib dənizi seyr edə bilərsiniz. Hər tərəfdə elektron jalüzlər və bu hissə görün yüksəkdir, haradasa 6-7 metr lüstra asılıb. Böyük Samsung televizor, orada dekorlar, dizayn eləmək üçün şkaflar. Hər şey çox səviyyəli, zövqlüdür. Divar kağızından villada geniş istifadə olunub. Yeni əşyalandırılır, hər şey sıfırdır. İndi havuza da çıxacağıq. Havuz hissəyə də baxacağıq. Amma havuza çıxmadan öncə burada bir qonaq otağı var. Orada daxil olaq. Şəxsi sanuzlu olan qonaq otağı. Bu şəkildədir. Və burada da jalüzdür. Açılır, bağlanır. 2 nəfərlik yataq və sifarişlə böyük şkaf. Kondisionerlər Samsung markalı. Otaqlarda bu arada onu da göstərəcəm. Hər yerdə yer laminatdır. Bu nərdivanlar isə hamısı mərmərdən gözəl dizayn olunub. İşıq sistemi filan hamısı qoşulub. Bizdə salon bu şəkildə gözəl. İndi isə çıxaq hovuza. Hovuzumuz 3'ün 7 metrədir. 3'ün 8'ə hardasa bu belədir. Infinity hovuz. Gözlə görülən mənzərə bu şəkildədir. Qarşıdakı villa ilə arada ara kəsmə olacaq.
Amma hələ ki ara kəsmə qoyulmayıb, çünki bəlkə 2 dənə qardaş aldı buranı, 2 nəfər və ya 2 dost. Yəni aranı bağlamağa ehtiyac olmaya da bilər. Amma bağlanacaq. Dediyim kimi digər villalarda ala bilərsiniz. İçərisi istədiyiniz şəkildə döşənə bilər. Sizin zövqünüzə görə. Havuz belədir, gözəl. Bu hissədə yenə kamelya olacaq. Bura bağlanacaq. Baxın, bu ərazi hamısı istifadəyə yararlı bir ərazi olacaq buranın. Giriş də oradan da təbii ki. İndi isə təklif eləyirəm, çıxaq yuxarı mərtəbəyə və orada da bizdə 3 dənə otaq var. O otaqları da gözdən keçirdik. Bunlar hamısı panjurlardır, açılır, bağlanır. İçəri çox səliqəlidir, zövqlüdür. 3 dənə otaq buradadır. Başlayaq sağ tərəfdən. Burada nə var? Deməli, burada bir ümumi sanuzuldur. Buranın mebelləri xüsusi dizayn edilib, xüsusi memar tərəfindən. Burada yenə Samsung paltar yuyan, paltar quruducu və su qızdırıcı. Yer fikir verin, hər yer laminatdır. Divar kağızlarından geniş istifadə olunub. Daxil oluruq yataq otağına. Çox böyük bir yataq otağı. Çox gözəl və səliqəli bir yataq otağıdır. Baxın əziz dostlar. Öz şəxsi sanuzlu ilə bərabər. Çox gözəldir. Allah bütün həvəsində olan, istəyən insanlara belə gözəl villalar nəsib eləsin. Və buradan da balkona çıxış var. Ümumi böyük balkonumuz elə buradır. Və buradan da qapı açılır və rahat şəkildə balkona çıxırıq. İndi isə keçək digər otaqlara. Burada növbəti bir otağımız. Yenə 2 nəfərlik yataq. Böyük şkaf. Panoramik şüşələr. Kondisioner Samsung markalı. Və yenə də balkona çıxır. Böyle geniş balkon var bizdə burada. Və burada belə bir maraqlı hissə var əziz dostlar. Bura hələ üstü açıqdır, amma şüşədən, camdan bura bağlanacaq və burada müxtəlif məqsədlər üçün istifadə oluna biləcək hala gələcək. Yəni yağış filan düşməyəcək buraya. Balaca bir veranda, balkon. Burada da böyle masa qoyub oturmaq olar, çalışma otağı kimi istifadə, müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz. Və gəlirik sonuncu otağımıza. Burada çox böyük otaqdır. Öz şəxsi sanuzlu var. Yatağı, kondisioneri sadə, gözəl, zövqlü şəkildə dizayn edilib. Balaca fransız balkonu. Çıxıb, məsələn, sigaret çəkmək üçün və s. Bu da bizim digər villalarımız. Buradan göstərim sizə 2. Bu da biri də arxa tərəfdədir. Belə, əziz dostlar, Alanya Qarqıcaq məhəlləsində dənizə 1900 metr məsafədə, 2 kilometr deyək, 2 kilometr məsafədə 495 kvadrat metr ərazidə, torpağın üzərində 4+1 5 otaqlı villa, yeni villa, qiyməti 1.200.000 avro, bazarlıq var. Villa vətəndaşlığa uyğundur. Bu villanı alsanız vətəndaşlıq əldə edə bilərsiniz. Bununla da videomu yekunlaşdırıram. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.